أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve salatu ala rasulihil emin. Emma'bad. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz müsəlmanlar, tərk olunmuş vaciblər dərsləri silsiləsindən İslamda miras hüququ dərsimizin Uca Allahın izni ilə 7-ci hissəsinə başlayırıq. Ötən dərslərimizdə moris haqqında, varis haqqında, miras haqqında ətraflı danışmağa çalışdıq. Bu dərsimizdə Uca Allahın izni ilə varislərin içərisindən bir varisə, morisin də bir növünə toxunacaq. Hansı ki, bunların miras hüququnda xüsusi yerləri var. Varisə gəldikdə bu cənindir. Cənin ana bətnində 4 ay 10 gün müddətini keçmiş körpədir. Bu körpənin mirasda öz haqları var. Əgər ata vəfat edən zaman ana hamilə olarsa və bətnindəki o cənin dediyimiz o körpə sağ olarsa, bu zaman atanın malı bölünməz, hamiləlik müddəti bitənə qədər gözlədilər. Və bundan sonra miras doğulan uşağın cinsinə görə miras olaraq varislər arasında bölünür. Əgər ana bətnində olan o cənin, o körpə 4 ay 10 gündən sonra dünyaya gələrsə və dünyaya gəldi sağ doğularsa və sağ doğulduqdan sonra vəfat edərsə, o mirasda onun payı var və vəfat etdiyindən dolayı onun varisləri, yəni anası, qardaşı, bacısı ona varis olarlar. Və cəninin ana bətnindən 4 ay 10 gündən sonra doğulmağında sağ olmağını təsdiq edən bəzi əlamətlərin olması gərəkir. Nəfəs almaq kimi, ağlamaq kimi həyatı bildirən əlamətlərin olması cəninin sağ olduğuna, sağ doğulduğuna hökm verilərək varis olmağının səbəbidir. Əgər cənin oğlan doğularsa, furuq xətti üzrə murisə ən yaxın varis hesab olunur və digər varisləri mirasdan məhrum edir. Sonra öldüyündən dolayı qardaşı, bacısı, anası ona varis hesab olunur. Həzrəti Ömər radiyallahu anhu bu barədə bu cür hökm vermişdi. Sağ doğulan cənin varistir. Bu qaydanın üzərində 4 məzhəb ittifaq etmişdilər. Əgər cənin ana bətnindən ölü çıxarsa, varis hesab olunmaz. Yox, əgər haqsız bir feil nəticəsində cənin ana bətnində öldürülərsə, məsələn, dərman içilməsi və ya zərbə vurulması nəticəsində cənin ölərsə, bu zaman həmin bu körpə, bu cənin diri doğulan körpə hökmündədir və yenə də varis hesab olunur. Həmin bu cəninin ölümünə səbəb olan şəxs Qurra adlanan qulun və cariyənin dəyəri qədər cərimə ödəyir. Bu qisas deyil, cərimədir. 4 məzhəb ittifaq edib ki, cənin tam insan sayılmadığından dolayı öldürənə qisas tətbiq olunmur. Çünki qisas üçün məqtulun, yəni öldürülənin tam insan olması və həyatının qərarlaşması şərti var. Ancaq bəzi həmbəli fəqihlərinə görə cənin sağ doğulub öldürülərsə, bu zaman qisas hökmü tətbiq olunur. Həmin bu cərimənin, yəni bu qurra cəriməsinin miqdarına gəldikdə tam insan diyetinin 5%-ni təşkil edir. Bu, təxminən 5 dəvə və ya xalis qızıl ilə 50 dinar, 213 qram təxminən qızıl və ya xalis gümüş ilə 500 dirhəm, təxminən 1 kilo 500 qrama yaxın gümüş təşkil edir. Qurra, cümhura görə cənninin varislərinə, yəni anasına, qardaşına, bacısına verilir. Maliklərə görə isə qurra beytulmala verilir. Növbəti cənninin şərtlərindən birisi odur ki, moris ölən zaman cənin ana bətnində sağ olmalıdır. Əgər hamiləlik müddəti bitməmişdən öncə miras bölünəsi olacaqsa, o zaman cəninin malı oğlan və qızın malının ortası olaraq hesablanıb o şəkildə ödənilir.
Bu varislərin içərisindən cəninin varislik haqları idi. Murisə gəldikdə isə bu kələlədir. Kələlə İslam şəriətində furu xətti üzrə və usul xətti üzrə heç bir varisi olmayan vəfat edən şəxsdir. Biz qeyd etmişdik ki, murisin furu xətti üzrə oğlu, qızı, oğlunun oğlu, onun oğlu bu kimi varisləri var. Bu varislərə furu xətti deyilir. Bir də murisin usul xətti var. Yəni atası, atasının atası, onun atası bu kimi baba xətti üzrə olan xəttə usul xətti deyilir. Kələlə o şəxsdir ki, onun nə furu xətti üzrə, nə də usul xətti üzrə heç bir varisi yoxdur. Onun yalnız yan xətlər üzrə doğma qardaş bacı və yaxud da ana bir qardaş bacı olan varisləri var. Bu şəkildə olan muris kələlə adlanır. Allah Əzzə və Cəllə Nisə surəsinin 12-ci və 176-cı ayəsində kələlə haqqında danışır. Həzrəti Əbu Bakır kələlə haqqında deyir ki, mənim kələlə haqqındakı ictihadım budur ki, bu ictihad doğru olsa Allahdan, yanlış olsa məndən və ya şeytandandır ki, Allah bundan uzaqdır. Kələlə o şəxsdir ki, onun valideynləri və övladları yoxdur. O hal üzərində vəfat edib. İbn-i Qudamə rahiməhullah Teala buyurur ki, elm əhlinin əksəriyyətinin görüşü budur ki, kələlə o şəxsdir ki, onun nə valideynləri usul xətti, nə də övladları furu xətti üzrə heç bir varisi yoxdur. Kələlənin iki növü var. Birinci növ, həmin bu murisin, bu kələlə adlanan bu murisin yalnız ana bir, qardaş bacısı var. Ata ayrı, ana bir, qardaş bacısı var. Bu zaman həmin bu miras ana bir qardaş bacı arasında əgər bunlar təkdirlərsə, misal üçün bir bacı və yaxud da bir qardaş varsa, mirasın 6'da birini alır. Məsələn, 6.000 manat miras qalıbsa, həmin bu ana bir bacı və yaxud da ana bir qardaş mirasdan 1000 manat pay alır. Əgər bunlar 2 və daha çoxdurlarsa, murisin 2 ana bir bacısı və yaxud da 2 ana bir qardaşı və yaxud da bir ana bir bacısı, bir ana bir qardaşı varsa, bu zaman onlar birlikdə mirasın 3'də birini alırlar. Yəni 6.000 manat mirasın 2.000 manatını bunlar alırlar. Və əgər 2 nəfərdirlərsə, bir bacı, bir qardaşdırlarsa, bu zaman qadın, kişi fərqi gözlənilmədən bərabər olaraq bu mal hər ikisinin arasında bölünür. 1000 manat qardaşa, 1000 manat da bacıya verilir. Bu kələlənin bir növüdür. Növbəti kələlənin, həmin bu murisin növü doğma qardaş və bacısı olan kələlədir. Bu zaman burada önəmli şərt odur ki, burada kişi və qadın fərqi gözlənilir. Qadına 1 pay, kişiyə 2 pay verilir. Əgər murisin bacısı, tək bacısı varsa, mirasda 6.000 manat vəsait varsa, bacı bunun 2'də birini, yəni 3.000 manatını fərz pay olaraq götürür. Yerdə qalan 3.000 manatı da qalıq pay olaraq yenidən bacı əldə edir. Əgər 2 və daha çox bacı varsa, həmin bu 6.000 manatın 3'də 2'sini, yəni 4.000 manatını o 2 bacı götürür. Qalan 2.000 manat asabə varsa, qalan əsab olan varislər, zubul ərham kimi qohumlar, kimlər, əsabadan kimlərsə varsa onlara çatır. Yox, əgər onlar yoxdursa, yenidən rədd yolu ilə bu 2 bacıya qaytarılır. Ki, rədd yolu nədir? Bunu növbəti dərsimizdə toxunacaq. Əgər həmin bu kələlənin bir bacısı, bir qardaşı bunlar varsa, bu zaman bu 2 payı biz 3 paya çeviririk. Qadına 1 pay, kişiyə 2 pay veririk. Həmin bu 6.000 manat mirasın 2.000 manatını bacı götürür, 4.000 manatını da qardaş götürür. Əziz müsəlmanlar, günümüzdə çox yanlış yayılmış məlumatlardan birisi də budur ki, uşaq doğularkən cəninin haqları kəsilir və yaxud da kələlənin malı doğru şəkildə təqsim olunmur. Atası, övladı olmayan bir şəxsin malını digər qohumları istədikləri şəkildə bölürlər. Əslində bu, İslam şəriətinə ciddi şəkildə zidd olan bir əməldir. Bu dərsimiz bu qədərdir.
Yanlış məndən və şeytandan, doğru Allahdandır. Allah hər birinizdən razı olsun. أليس الله بكاف عبدا